günlərdə Milli TV-yə müraciət edən bir qrup Siyəzən rayonunda yaşayan şəxslər bildirirlər ki, artıq 6 ildir Siyəzən rayonunun icra başçısı olan 71 yaşlı Novruz Novruzov demək olar ki, rayon üçün heç bir iş görməsə də ömründən keçən günləri icra hakimiyyətində olan otağına həsr edib. Biz də Milli TV olaraq Novruzov Novruz Nəcəf oğlunun həyat tarixçəsinə qısa bir ekskursiya etdik. 71 yaşlı Novruz Novruzov uzun illərdir icra hakimiyyəti strukturlarında çalışır. Aldığımız məlumata görə Novruz Novruzovun karyera yüksəlişində əsas dəstəyi bu günlərdə vətənə xəyanətdə ittiham olunan Ramiz Mehdiyev olmuşdur. 1995-ci ildən 2002-ci ilədək Lerik rayon icra başçısı, 2002-2007-ci illərdə Goranboy rayon icra başçısı, 2007-2019-cu ilədək Şabran rayon icra başçısı, 2019-cu ildən bugünə qədər də Siyəzən rayon icra başçısı olaraq vəzifəsini davam etdirməkdədir. Qeyd edək ki, 30 ildir icra başçısı kimi çalışan Novruz Novruzov bütün karyera yüksəlişində Ramiz Mehdiyevin dəstəyi və himayədarlığı ilə tutduğu mövqeyini bugünə qədər qoruyub saxlaya bilmişdir. 71 yaşlı ahıl pensiya yaşında olan bu qocaman icra başçısının vəzifəyə və kresloya bağlayan amillərə gəldikdə bizə bir daha aydın oldu ki, ümumiyyətlə Ramiz Mehdiyevin dəstəyi və dəsti xətti ilə vəzifəyə gələn bir çox məmurlar elə onun özü kimi vəzifə xəstəliyinə tutulurlar. Bugün ölkəmizdə Prezident İlham Əliyev cənablarının apardığı uğurlu islahatlar nəticəsində daha çox bacarıqlı və təcrübəli gənclərə yer verildiyi halda Novruz Novruzov kimi pensiya yaşını ötmüş ahıl qocaların bu rayona rəhbərlik etməsi müasir cəmiyyətimizdə heç də xoş qarşılanmır. Çünki müasir dünyamızda səlahiyyətə sahib olan şəxslərin müasir texnologiyalar bilgisindən daha çox yararlana bilməməkləri istənilən sahədə öz mənfi təsirini göstərir. 71 yaşlı Novruz Novruzova gəldikdə onu deyə bilərik ki, bugün Siyəzən rayonunda icra hakimiyyətinin əhalinin rifahı naminə yürütdüyü sosial-iqtisadi və dövlət siyasəti Novruzovun kabinetindən kənara çıxa bilmir. Belə hallar Novruzovun kadr siyasətində də öz əksini tapmışdır. Şikayətçilərin bildirdiyinə görə Novruzov özünə çox yaxın bildiyi Gülnar İlyasovanı rayon icra hakimiyyətinin hüquq şöbəsinə müdür təyin etsə də, amma Gülnar İlyasovaya müraciət üçün icra hakimiyyətinə gələn şikayətçilər uzun zamanlar Gülnar xanımın işə gəlməməsindən məyus olaraq icra hakimiyyətini tərk edirlər. Bu da bir çox hallarda insanlarda vətəndaş məmnunluğunun pozulmasına və haqlı narazılığa səbəb olur. Görəsən Novruz Novruzovun qarşısında Gülnar İlyasovanın hansı imtiyazları var ki, Gülnar xanım istədiyi vaxt işə gəlir və istədiyi vaxt da işdən gedir? Aldığımız məlumatda o da bildirir ki, Gülnar İlyasova icra hakimiyyətində vəzifəyə təyin olunandan sonra Prezident administrasiyasında aparılan yoxlama nəticəsində onun Rusiya Federasiyasının Dağıstan Respublikasında Azərbaycanda statusu tanınmayan institutların birində aldığı diplomla vəzifəyə təyin olunduğu müəyyən edildikdə, bu barədə Novruz Novruzova bildirilən iraddan sonra Novruzovun dəstəyi ilə Gülnar İlyasova Azərbaycanda ikinci təhsil almaqla Novruzovun himayəsi altında tutduğu vəzifəni qoruyub saxlaya bilmişdir. Ümid edirik ki, Prezident İlham Əliyev cənabları tərəfindən bugün ölkəmizdə yenidən start götürmüş uğurlu kadr islahatı yaxın günlərdə Siyəzən rayonuna da gəlib çatacaq.